Hörmətli tamaşaçılar, Rofum Troya komandalarının oyununda ikinci hissə başlayır. Ümid edirik ki, ikinci hissədə birinci hissə kimi maraqlı keçəcək. Birinci hissənin yekunda əsasən Rofum komandası 4-0'lık üstünlüğe sahiptir. Buradan qapıya doğru zərbə biraz geride oldu. Alt Rofum, Nihat. Hasan. Fatih. Riyad. Hasan'la oynuyor. Rəqibin ikinci hissədə təhlükəli hücumun qarşısını Fatih alır. Top Fatih'ten sonra alt Troya'nın. Kapıya doğru güzel bir ötürmeydi bu. Out. Bunun. Out. Troya'nın uğurun değil. Rofum komandası alttan oyuna başlıyor. Növbəti hücum oyuncunun səhərinə dəyir burada. Troyanın dəyir. Cərmə sərbəst təyin olunur. Kim var? Olur yakından. Çok uzağa gidin. Orada kaldı. Ha, indi gel. İndi karşı. Ha, tuttum. Dönmesin. Bravo bu. Riyad. Riyad top ele geçirir. Hasan. Hasan'dan top geçir. Fatih. Tehlikelinin görülmesinin karşısına alır. Dərhal Fatih öz mövqeyini qaydır. Troyanın isə hücumları. Rəsul gözəl oynayır qapıda. Güzdən zərbə. Troyanın. Qapıya doğru yenə geridə götürmə. Hər şeydə hücum. Fatih. Riyad. Rəqib topu ələ keçirir. Fatih gəlib satır köməyə. İkinci zərbə. Yox, out. Out Rofum. Yox, ikinciden zərbə. Hakim qərarı ikinciden zərbədir. Yox. Sərbəst şekilde kapısı oyuna takılıyor topu. Nihat topu güzel ele geçirir. Nihat. Hasan. Riyad. Topun zərbəsindən Riyad. Yere yıkılır. Her şey qaydasındadır. Oyun devam ediyor. Kapıya doğru. Güzel. Fatih çok hayal oynadı burada. Bravo Fatih. Bravo Fatih. Fatih ikinci defa yine de topun hücumun karşısına alır. Tehlikelinin bölmenin karşısına alır. Hasan topu uzaklaştırır. Riyad Uğur'la oynuyor. Uğur. Sen Uğur topu ele... Nihat. Ay ay ay. Nihat'a imkan vermirler zərbə vurmağa. Fatih yine de oynuyor.
Güzel zərbə. Rəsul. Nihat. Nihat. Oynadı Nihat. Nihat. Yenə də gözəl oynadı Nihat. Nihat son oyunlarda çok yaxşılaşıb, yəni artırıb belə deyək, oyunlarında yaxşı bir göstəricidir Nihat üçün. Riyad irəli, Riyad. Uğur. Yox. Fatih. Bravo Fatih. Fatih müdafiədə çox möhtəşəm oynuyor. Fatih yenə də rəqibə topun keçməsini imkan vermir. Resul güzel oynadı Resul. Az qala gol idi bu. Uğur yenə topu elə keçirir. Rəqib hücumun qarşısını alır. Əla Nihat. Ay rəqib imkan vermir. Bu da rəqib müdafiəsi çox əla oynuyor. Troya müdafiəsi. İkinci set Troya komandası yaxşı başlayır əslində qalsa. Yəni müdafiədə daha diqqətlidir. Uğurdan zərbə amma geri dəqiq olur biraz. Nihat! Ay. Top ayağına yumuşaq dəydi. Uğur topu elə keçirmək istədi. Amma alamadı. Rəqibin hücumu izləyirik hal-hazırda. Qapıya doğru zərbə və gol. Riyad hakimi niye itiraz ediyor? Bilmiyorum. Alon. Abbas irəliyir, top ondadır. Ötürmə. Abbas. Ay. Tələsdi burada Abbas. 4-1. Oyun 8. dəqiqəsi bitib. Hakim oyunu saxlayır, yenə də qapıcıya xəbərdarlıq edəcək. Topu yerlə ötürmelisin. İster elle var ama ayakla ötürmeliyse yerlə ötürmelisin. Hakimse tələsməni çağırın. Tamerlan qapıya doğru zərbə, qapıcı çox əla oynadı. Məhəmməd qapıya zərbə. Abbas'tan Məhəmmədə ötürmə. Məhəmməd. Top Məhəmməddə qaldı. Məhəmməd. Ardaydı bu. Məhəmməd deyirəm. Fatih. Tamerlan.
Kaptan oyna topu kapçı daxil edir Troyanın. Zərbeye imkan vermək olmaz. Fuat, Abbas. Ardanı da keçdi. Güzel ötürmə verdi. Rəqibin oyuncusu çox əla bir ötürmə verdi. Komanda yoldaşları topu qəbul etmədə səhv edirdilər. Troyanı. Kapıya doğru zərbə. Yok! Gol değil, gol değil. Resul el oynadı burada. Bravo Resul, bravo. Az qala Troya ikinci topu vuracaqdı. Abbas topu ələ keçirə Arda'ya ötürmə. Arda kapıya doğru zərbə. Yox. Eşək zərbəydi, qapısı yerindəydi. Birdən zərbə. Tamerlan kapıya doğru zərbə. Rəqibin qapısı çox əla bir yana qapı. Hakim onu saxlayır. Altı yenidən həyata keçiriləcək. Hakim rəqib oyunçusuna iradlarını bildirir. Tamerlandan kapıya doğru zərbə. İkinci hissədə rəqib qapısında olan dəyişiklik rəqib üçün çox əla imkanlar yaradır. Arda top ələ keçirir. Tamerlan! Arda çox əla ötürmələri. Çox əla ötürmələri. Tamerlan burada biraz tələsdi. Yenə də hakim rəqib qapısı xəbərdarlıq edir. Bildirir ki, yerlə oynamaq lazımdır. Başa düşüləndi. Çünki uşaqlar televiziya ekranlarında, digər izlədikləri oyunlarda böyle bir qaydayla rastlaşmırlar, qarşılaşmırlar. Bu onlar üçün yenidir. U9 liqasında böyle bir qayda var. Onlar üçün bu yeni bir şeydir. Başa düşülənmir. Kapıya doğru zərbə ama gol değil. Çünki outdan birbaşa zərbə olmaz. Yine indi de Resul yeni bir şey elədi. Abbas qabağa ötürmə ama biraz Tamerlan çatmaz oraya. Çatmaz. Çok uzak idi. Abbas Tamerlandan güzel hareketler. Bravo Tamerlandan kapıya doğru zərbə. Əla Tamerlan. Arda topu ələ keçirir. Abbas'tan top geçmir ama Tamerlan yine topu ələ keçirir. Tamerlan ötürmə verseydi gerek burada ne güzel olardı. Tamuş üçüncü golu vurmaq istəyir. Hat-trick eləmək istəyir oyunda. Tamerlan
Vur Mehmet. Yok Mehmet. Gelişti. Yeniden Rofumlar. Kapı gol. Gol! Abbas'tan çok ayalı bir gol. Başla. 5-1 olur Esa. Arda. Tamerlan'la güzel hareketler. Altrofmun. Fuat. Topunu daxil edecek. Mehmet. Altrofmun. Yine Fuat. Arda'ya ötürme. Altrofmun. Yavaş yavaş kapıya çatırlar. Fuat'tan kapıya doğru güzel bir ötürmeydi bu. Vur. Alınmadı ya. Ama oyun devam ediyor. Hala oyun çıkmıyor. Bilmiyor olmaz ne olacak. Rakip kapısı topu ele geçirir. Güzel oynuyor kapısı. Aslında birinci sırada rakip kapısı da çok yaxşı oynuyordu. İkinci sırada eyni. Abbas'tan kapıya doğru zərbə. Biraz geride gol zərbə. Tamerlan. Arda topu ele geçirir. Arda'nı yıkırlar ama hakim onun devam değil. Out. Mehmet. Tamerlan. Arda topu ele geçirir. Arda. Ay. Arda. Fatih. Ay. Rakipten top çıkıyor yok. Öyle profillara değil çıkıyor top. Ağabala. Riyad güzel oynuyor. Riyad. Fatih. Fatih. Out. Troyan. Bugün uşaqlar həqiqətən oynayırlar. Diniyevlə də oynadı, çox gözəl oynayırlar. Sadəcə olaraq Bəxt Rofumla üz döndərdi. Diniyev komandasının da son dəqiqədə Diniyev komandasının bir gol. Oyunun talihini dəyişdi. 4-3 oyun bitti. Diniyevin xeyrinə. Riyad Fatih'le oynuyor. Başla Fatih. Anlaşma gitti. Anlaşma. Fatih. Anlaşma. Anlaşma oldu Fatih. Fatih. Anlaşma. Şimdi anlaşma. Anlaşma oldu anlaşma. Troyan'ın ise hücum devam edip üçüncüden, alttan. Troyan daxilinin topu. Nihat güzel oynadı. Nihat. Ağabala topu saklayır. Altrofmun. Fatih. Riyad. Fatih köməyə çatır yine. Az qalar. Riyad'dan topu ele geçirenden sonra rakip komandanın oyuncusu ilerleyecekti. Tehlike yanına verdi. Fatih tehlikenin karşısına alır. Uğur. Kaptan Tuncay onu topunu daxil edecek.
Fatih ile Riyad burada güzel oynadılar. Tehlikenin böyümesine imkan vermediler. Nihat. 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 Nihat'a karşı burada çabukluq oldu ama hakim oyun saxlamadı çünkü top Profum'daydı. Ağabala. Ağabala. Riyad'la gözün oynayır. Riyad'dan tələsini Riyad qapıçıya verir. Tuncay öz səhvini sığortalayır. Uğur. Nihat. Uğur. Uğurdan Ağabalaya ötürmə. Riyad'dan top geçmiş. Riyad topun istikamətini dəyişir və Ağabala burada. Gözəl oynuyor. Oyun isə əsas vaxt artıq bitib, yəni ki, hakim bu dəqiqələrdə oyunu saxlayacaq. Və budur, Rofum komandası növbəti qələbəsini qazanır. 3 fasiləsinə yekun qələbə ilə çıxır. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzulayırıq.